Salam, dəyərli Atəşgah komandası. Bu təlimdə biz könüllü tibbi sığortanı, yəni KTS-i sadəcə bir məhsul yox, müştəri üçün əsl zərurətə çevirən satış strategiyalarını öyrənəcəyik. Məqsədimiz çox aydındır. Sizə bazarda qalib gəlmək üçün lazım olan bütün bilik və alətləri vermək. Gəlin baxaq, bugün nələrdən danışacağıq? Təlimimiz 5 əsas mərhələdən ibarət olacaq. Əvvəlcə satış gücümüzün təməl prinsipini müəyyən edəcəyik. Sonra icbari və könüllü sığortanı müqayisə edəcəyik, atəşgahın fərqini, bizi unikal edən cəhətləri ortaya qoyacağıq, sizi ən güclü arqumentlərlə silahlandıracağıq və sonda bütün bunları uğurlu bir satış modelinə çevirəcəyik. Baxın, bütün satış fəlsəfəmiz elə bu cümlənin üzərində qurulmalıdır. Bizim işimiz sadəcə sığorta polisi satmaq deyil, əsla. Bizim işimiz insanlara problemsiz bir həyat, vaxta qənaət və ən əsası mənəvi rahatlıq təklif etməkdir. Müştəri məhsulu yox, məhz bu hissi satın alır. Bunu heç vaxt unutmayın. İndi isə gəlin satış prosesinin bəlkə də ən kritik mərhələsinə keçək. Müştərinin bugünkü reallığını anlamaq. Bilirsiniz, hamının icbari tibbi sığortası var. Bu, bizim başlanğıc nöqtəmizdir. Yaxşı, bəs bizim təklif etdiyimiz dəyər bu bazadan nə ilə fərqlənir? Gəlin görək. Bu sual əslində bir etiraz deyil, bu sizin üçün bir fürsətdir. Bu, söhbəti başlatmaq və özünüzü bir məsləhətçi kimi göstərmək üçün ideal bir məqamdır. Müştərinin bu sualına verəcəyiniz cavab var ha, bax o cavab sizin təklifinizin gücünü və onun həyatını necə yaxşılaşdıracağını tamamilə ortaya qoyacaq. Gəlin bu cədvələ birlikdə diqqətlə baxaq. Sol tərəf bildiyimiz baza ehtiyaclarıdır. Sağ tərəf isə, bax bura artıq həyat keyfiyyətidir. Və bizim vəzifəmiz müştəriyə bu fərqi sadəcə göstərmək deyil, ona bunu hiss etdirməkdir. Növbələrdə itirilən o qiymətli vaxtı, həkim seçimindəki məhdudiyyətin yaratdığı stresi və servis səviyyəsindəki o böyük fərqin onun və ailəsinin həyatına necə təsir etdiyini izah etməliyik. Bu cümlə sizin əsas alətiniz olmalıdır. Niyə? Çünki bu, söhbəti dərhal qiymətdən dəyərə doğru yönəldir. Müştəri başa düşməlidir ki, o, xəstələnəcəyi təqdirdə alacağı xidmətə deyil, xeyr, o, xəstələnib xəstələnməməsindən asılı olmayaraq, hər zaman sahib olduğu o əminliyə və rahatlığa pul ödəyir. Bu, əsl investisiyadır. Yaxşı, deyək ki, müştərini KTS-in zəruri olduğuna inandırdıq. Çox gözəl. Bəs bazarda bu qədər təklif varkən, niyə məhz atəşgah seçməlidir? Bizi rəqiblərdən fərqləndirən və müştərinin seçiminə çevirən unikal üstünlüklərimiz hansılardır? Bizim fərqimiz əslində 3 əsas prinsipdə cəmləşib: seçim, sürət və təminat. Seçim azadlığı, yəni ən yaxşı həkimi və klinikanı müştəri özü təyin edir. Sürət, yəni biz növbə anlayışını ümumiyyətlə aradan qaldırırıq və tam təminat, yəni ən bahalı diaqnostikadan tutmuş, hər bir müştərinin fərdi ehtiyaclarına uyğunlaşdırılmış proqramlara qədər hər şeyə əhatə edirik. Müştərinizə bu şəkli izah edin. Deyin ki, baxın, biz sizə 2 şey veririk. Birincisi, açar. Bu, ən yaxşı tibbi xidmətlərə açılan qapıdır. İkincisi isə qoruma. Bu isə gözlənilməz xərclərdən ailə büdcəsini etibarlı şəkildə qoruyan bir qalxandır. Yəni, 2 təməl ehtiyac, bir həll yolu. Atəşgah. Bu rəqəmlər sadəcə iş saatları deyil, əsla. Bu, bizim müştəriyə verdiyimiz sarsılmaz bir vədədir. Bilirsiniz, sağlamlıq problemi yarananda insanı ən çox narahat edən qeyri-müəyyənlikdir. Biz məhz bu qeyri-müəyyənliyi aradan qaldırırıq. Bir zəqilə peşəkar həkim koordinator xəttədir. Bax, bu, bizim servisimizin ürəyidir. Yaxşı, indi isə gəlin sizin satış arsenalınızı ən güclü arqumentlərlə təchiz edək. Müştərinin o məşhur, bəs bu paketə konkret nə daxildir sualına verəcəyiniz dəqiq və inandırıcı cavablar məhz buradadır. Bu nə deməkdir? Bu o deməkdir ki, müasir tibbin bütün imkanları müştərinin bir zəngi qədər yaxınındadır. Ən yaxşı mütəxəssislərin məsləhətindən tutmuş, MRT və kompüter tomoqrafiyası kimi ən bahalı və dəqiq diaqnostika metodlarına qədər hər şey bura daxildir. Əgər xəstəxanada müalicə lazım gələrsə, bizim vəzifəmiz müştərinin və onun yaxınlarının bütün diqqətini sağalmağa yönəltməkdir. Maliyyə və ya təşkilati detallara yox, cərrahi əməliyyat, reanimasiya, bütün dərmanlar və rahat palata hər şey tam təminat altındadır. Stomatoloji xidmətləri isə bizim təklifimizi daha da cazibedici edir. Bilirsiniz, bu hər kəsin gündəlik həyatında hiss edəcəyi bir faydadır və müştərilərimizin ən çox ehtiyac duyduğu xidmətlərə əhatə etdiyimizi göstərir.
Baxın, yaxşı bir sığorta şirkəti əsas xidmətləri təmin edir. Amma ətəşgah daha artığını edir. Bu siyahı bizim fəlsəfəmizi göstərir. Biz təkcə müalicə etmirik, biz qayğı göstəririk. Profilaktik müayinədən tutmuş, təcili yardıma qədər biz müştərimizin hərtərəfli sağlamlıq partnyoruyuq. Bütün bu güclü arqumentləri bildik, əla. Bəs bunları müştəri ilə söhbətdə necə sadə və effektiv bir strategiyaya çevirmək olar? Gəlin uğura aparan dəqiq yol xəritənizə nəzər salaq. Cəmi 3 addım. Bu sizin yol xəritənizdir. Bu model həm sadədir, həm yadda qalandır, həm də ən əsası çox effektivdir. Birinci, müştərinin ehtiyacını, ağrısını müəyyən edin. İkinci, ümumi bir həll yolu olaraq KTS-i təqdim edin. Və üçüncü, möhürü vurun. Niyə məhz atəşgah bu həllin ən yaxşı təminatçısıdır? Bu ardıcıllığı pozmayan hər şey qaydasında olacaq. Hər bir satışla siz sadəcə bir polisi qeydiyyata almırsınız. Siz bir ailəyə gələcəklə bağlı əminlik, bir insana isə sağlamlığı ilə bağlı rahatlıq bəxş edirsiniz. Sizin rolunuz bundan ibarətdir və bu sizin peşəkar missiyanızdır. Bütün bu bilik və alətlərlə indi mən sizdən soruşuram. Növbəti müştərinizin sağlamlıq hekayəsini dəyişməyə, ona atəşgah güvəncəsini təqdim etməyə hazırsınızmı? Mən əminəm ki, cavab bəlidir. Bu təlimdə mənimsədikləriniz sizin uğrunuzun açarıdır. Atəşgahın gücünə və öz peşəkarlığınıza güvənin. İndi isə gedin və müştərilərimizə layiq olduqları o ən yüksək xidməti təqdim edin. Hər birinizə satışlarda böyük uğurlar arzulayıram.